Salam, mən Səadət. Sizə kimya biologiya fənnini tədris edəcəm. Bu gün isə 7-ci sinif yeni biologiya dərsliyindən 1-ci bölmə 1-ci mövzu olan canlıların əsas xüsusiyyətləri mövzusunun tapşırıqlarına baxacağıq. Elə isə keçid edək tapşırıqlara. Öyrəndiklərinizi tətbiq edin. Milçək tutan bitkisinin tutma aparatı həşərat yarpağın hər iki yarısındakı tükcüklərə eyni vaxtda toxunduqda işə düşür. Həşəratı bitkinin ətri, şirin nektarı cəlb edir və o tələyə düşür. Müzakirə edində birincisində soruşulur ki, şəkillərdə həşərat və milçək tutan bitkisi misalında canlı orqanizmlərin hansı əsas xüsusiyyətləri göstərilmişdir? Mən də qeyd etmişəm ki, qıcıqlanma, hərəkət, qidalanma. Deməli, nəyə görə? Bu, deməli, həşərat yarpağın hər iki yarısına toxunanda, dəyəndə tükcüklər onda qıcıqlanır. Sonra hərəkət etməyə başlayır və tələyə düşür həmin o həşərat. Ondan da qidalanır. Deməli, nə baş verdi? Qıcıqlanma, hərəkət, qidalanma. Keçək ikincisinə. Bu xüsusiyyətlər bir-biri ilə əlaqəlidirmi? Əgər əlaqəlidirsə, bu özünü nədə göstərir? Bəli, əlaqəlidir. Çünki, bunlar bir yerdə vəhdət təşkil edir də. Əgər qıcıqlanma olmasa, hərəkət olmasa, nəticədə qidalanma olmaz. Ona görə bunlar bir-biri ilə əlaqəlidir. Ümumiyyətlə, canlının bütün xüsusiyyətləri bir-biri ilə əlaqəlidir. Əlaqəlidir çünki bir yerdə vəhdət təşkil etməlidir ki, nəticəyə çıxa bilsin. Öyrəndiklərinizi yoxlayın. Uyğunluğu müəyyən edin. Deməli, qidalanma verib. Çox asandır bu, özünüz də yaza bilərsiniz, amma yenə də kömək eləyirəm. Qidalanma hansı olacaq? Əlbəttə ki, it burada qidalanır. A, 2. Sonra hərəkət. Hərəkət hansı olacaq? At burada qaçır. Baxın, göstərilib. A-ya 2, B-yə 3. Buradan da yazın. 2, 3. Buradan da yazın. B, 3. Sonra C. Böyümə və inkişaf. Böyümə və inkişaf isə 1. Baxın. Böyüyür, inkişaf edir, axırda kəpənək olur. C-yə 1. D. Qıcıqlanma. Burada 4 olacaq. Nə üçün? Çünki yanan şama toxunub və hiss edib ki, yandırıb, bundan qıcıqlanıb, əlini geri çəkib. Bu qədər bəsit. Keçək ikinci sualına baxaq. Demək ki, ikinci sualımız canlı orqanizmlərdə olan xüsusiyyətlərin hər hansı birinə cansızlarda rast gəlmək olarmı? Fikrinizi əsaslandırın. Bəli, olar. Bəli, cavabını yazıram. Bu da əsaslandırma. Bu əsaslandırma. Səbəbi nə üçün bəli dediyimin səbəbi bulardır. Hərəkət var. Məsələn, canlı öz iradəsi ilə hərəkət edə bilir, heyvan qaçır, bitkilər günəşə tərəf yönəlir. Cansız isə hansısa bir xarici qüvvənin təsiri ilə hərəkət edə bilir. O da yazmışam, külək daşları sürükləyir. Sonra reaksiya verməsi var. Canlılar ətraf mühitə cavab verir. Məsələn, insan isti havada tərləyir. Cansızlar da fiziki reaksiyalar göstərə bilir. Məsələn, metal da istidə genişlənir. Buna görə cavabı bəlidir. Əsaslandırmasını qeyd eləmişəm. Siz də qeyd edə bilərsiniz. Bugünlük dərsimiz bura qədər. Başqa hansı dərslərin izahını, test tapşırıqlarının izahını istəyirsinizsə, şərh bölməsində qeyd etməyiniz kifayətdir. Gələn dərslərdə görüşənədək sağ olun.